Demək uşaqlar, bu gün məndən çox uzun müddətdir istədiyiniz Cənab Lüvinin videolarına baxacağıq. Onun YouTube, TikTok, Instagram hesablarının hamısını açıqlama qismində görə bilərsiniz. Görək hələ Cənab Lüvi nə tər videolar çəkib, nələr bacarıb. Əgər 3000 like gəlsə, əgər bunun davamını çəkəcəm deyirəm və keçirəm. Görək hələ Cənab Lüvi nə tipdə videolar çəkib. Getdik. Bu ara 300 milyonda bizə dəstək olmaq üçün kanala abunə olmağı unutmayın. Saçın başım itkünləri çox veciz olmasın. Nəysə, 14 fevral. İyi. Özel diyor da. Bir adam iş kafın içinden yapışsın ama. Ben eliyor da. 14 fevralda bizim yalnızlık. 14 fevral çizim anca yenide de. Allaha and olsun deyirəm. Təxmin eləmişdim belə şey gələcək. Düşünürsən niyə? Bu qutu ümumiyyətlə elə bil ki, iynə sap daşımaq üçün tasarlandı. Allah deyirəm də yəni. Ata, qardaşıma bax, siqaret çəkir, şəklini çəkmişəm. Nə siqaret, oğlasın oğla, çəkil. Nə də bu? Gördünüz, siqaret çəkdiyini tutdum, çəkdim, atama göstərdim. Ay ata, o saxta şəkildir. Qardaşım onu süni intellektlə düzəldib, Gemini proqramı ilə. İstə səni də düzəldim. Düzəltdim ata, deyil ha. Hə, eşşəyin qoduğu. Utanmırsan hə? Adam İndi mən bir şey başa düşürəm. Yəni qardaşım indi bu Gemini həqiqətən də reklamıdır. Gemini Azərbaycana reklam verir. Çox təəccübləndim məsələn verir. Acaba verirsə həqiqətən halaldır da, yəni deyil. O əlindəkindən mənə də ver də qaqayı. Aha. Hadi mama, denə versin mən də yiyim. O əlindəkindən qıza da verirsin, şişlər. Saatlıdan qədər yiyip deyəcəm ha. Sən? Sən bilən söz deyim, yaxşı ki, mənim yaşlarımda bir bacım olmayıb. Böyük ehtimal yəni belə şeylər yaşayaram da. Evin bacısı olmaqdan xoşbəxtəm. Ala. Mazahir oğlun qızıqı evi dağıdıracağım bunun ipini. Evi dağıdır nə də Allah sadəcə yemək vermədi də. Ata, mama, ayaqqabı aldım ey. Aha, baxım hə. Ala, yenə gedib nə sarsaq şey alıb bu. Bu dermantindir. Bunu bir 25 mat almışsan eləmi? Nə? 90... Ay Allah, 90 mat almışam desəm evdə qan düşəcək. Nə? Sən gedib 90 mat ayaqqabıyı vermişsən. Nə? 90 mat? Nə? 90 matı mən mamana, bacına, nənənə, hamınızı splaşlı ayaqqabı alardım. Sən bilən söz deyim bu arada. Dermantin səhv eləmirəmsə, bu süni dəri deməkdir səhv eləmirəmsə, əgər səhv eləmirəmsə. Mən səhv edirəm, böyük ehtimal. Qızığımı sən kişinin oğlu. Gedib 90 mat ayaqqabıya vermişsən sən. Borcu xərcin için üzülür yallah oğlum 90 mat ayaqqabı alır. Ay Allah, mən batdım necə deyəcəm, Allah 90 mat almışam. Sən bərk gedən oğlansan axım, 90 mat ayaqqabı yenirsən. Heç kimi yanında deyib bizi gülünç vəziyyətinə salma. Bir ay bazarlığını yaşayır. Ən yaxşısı deyim 20 mat almışam. Ata, nə 25 mat, 20 mat almışam. Ha, 20 mat, hə, dermantin deyil bu. Birazdan sonra bunun altı qopacaq kleydir. Sana 100 dəfə demişəm bir şey alanda mənlə ged al. Kənd ailələrini bir videoda başa saldı, sən öldürəm. Yəni belə bir senaryo böyük ehtimal yaşanar. Prosto bir şey başa düşmürəm ki, qardaşım öz qazandığı pulu əgər xərcləyirsə, yəni bu sizin üçün niyə problem var? Mən başım çıxmır. Əgər hə, atasının evində qalsa əgər, atasının bəlkə də bunu deməyə haqqı var. Buna görə də öz evi tutsan daha yaxşılar. Assalamu aleykum ay brat. Aleyküm salam kardeş, buyurun. Qaqulya, ma kolonka lazımdır. Aparaturada da sərsə ən baba çıxın. Bomba kolonka. Var kardeş, 10 manatdan başlayır 95 manata kolonkalar var. Get 95 manatlıq gətir, yekəsin, səsi bərk çıxsın. Olur kardeş, bir dəqiqə. Müəllim 95 manatdır, çox gözəl kolonkadır. Səsi də istədiyiniz kimi deyil. Kutuçenle o ebişin 07'sine koydu bu kolonkadan da. Maşın mele eləyir. Bir də bura tıqamının qoşlana bulsa, imamını qoydu. Yox, bir dəqiqə. Səsi mörkəmmə çıxır. Bəli kardeş, bir dəqiqə baxın. Gəlmir yalana, səni qonaq eləyim limana. Sən bilən söz deyim, indi belə videolar baxışılır ya. Həqiqətən hazır realda belə insanlar var. Ay, rayondan gəlmişəm Bakıya. Bir dənə burada adam yoxdur ki. Mən bu xəstəxananı yeni öyrənim görüm bu xəstəxana hardadır. Ay, bana burada xəstəxana var, bilmirsən hardadır. Ya не знаю, Azərbaycanski yazıq. Bu Mişeyfin qızı deyil. Ay, bana sən hamaqdan rus dilində danışan olmuşam. Ha kızım söz sonunda yedim ey. Ne Azerbaycanski ne? Ben görün doktor taptım ha. Ay hekim. Niyet tak ben hiç ne bilmirəm. Az bana ne olub Rusiyanın həkimləri köçüb bura. Xəstəxanaya gitsin həkimlər rus dilində danışır. Hana gitsin Bakının cəmaatı rus dilində danışır. Urus etdim bura. Azerbaycan dilin bilən axtar.
Mazahir. Anvat sen burada ne cırdın sana? Clint var idi ona göre gelmiştim Bakıya. Az Clint nedir? Ne Clint olacak pendir satıranlara pendir satmaya gelmiş he. Az gancık tayadan düşmemiş alayit kimi seni koymuşam rayonda. Gelmişem Bakıya menden qabaq gelmişem Bakıya. Pendir nedir o ayrı şeyin Clint idi. Gelin beni televizyona çekin arva. Buy mamam zəng eləyir. Alo. Hardasanız eşşəyin qızı? Hə mama, qızlarla şəhərdəyik, kafedə oturmuşuq. Az gecə vaxtı qız uşağının kafedə nə iş var? Gedib yine o sümsük qızlara qoşulmusan sən. Məni gətirmə ora, gərək o xaravana. Hə mama, sağ ol, mən də səni çox istəyirəm. Az mən sağ dedim səni çox istəyirəm. Gərək o xaravana. Məni dəlilmə, qonum qoşun içində məni biabr elədi. Hə mama, Nigar gillənəm elə. Az bibişkoya salam de məndən. Mama, qızlar sağ salam deyir. Gedib yine o pozğun qızların danına düşüb. Az Nigarın danına bu Bakıda vedrə bağlayan qalmayın və gərək o xaravana. Mama məndən ötürü entər darxırsa həmişə yığırçı qızım elə bir səsini eşidir. Az ora gəlsən deyən gəlin oradan başını kesəcəm. Gəlsin evə gecədir. Az qardaşın dünyanı dağıdır. Nasıl gəlib başını kesəcək yetqa. O niye böyle bir kaos var ya videolarda? Başlayıram böyle Aykut Elmas'ın da köhnə videolarında belə sırf belə humoru kaosla yaratmaya çalışırlar. Başlayırsan. Prosta hər videoda qışqırmaq, hər videoda şey, yəni bu xoşuma gəlmədi də, sənə deyirəm. Qaqaş bir dənə çörək pulu verərsən də sən. Nə verim? Çörək pulu. Bir dərə gözlə gəl. Getdi təzədən denə görmədiydin. Qaqaş sən Allah köməyində olsun. Bir dənə çörək pulu ver də. Mən bu pulu verəcəm sənə. Denən ki pulu sən verəndə. Sağ ol qardaş. Yaxşı ki sənin kimi Azərbaycanın qıryətdə oğlanlar var. Yaxşı, getdik tamam. Qardaşım çox sağ ol. Yaxşı ki sənin kimi Azərbaycanın qıryətdə oğlanları var. Allah taliyə saxlasın. Gözlə də, bir gözlə. Denən ki, səni burada çox görmüşəm, çox insanlara yardım Sən burada çox görmüşəm. Allah səni bağlasın. Çox insana yardım eləmsən. Çox insana yardım eləmsən. Denən ki, o gün səni burada gördüm, nə qədər imkansızlara ərzaq aldın, ət aldım. O gün səni burada gördüm, nə qədər imkansız ailələrə ərzaq almısan, ət almısan. Allah köməyində olsun. Sağ ol qardaş, sağ ol qardaş qanaram. Bax, birdən məni burada görərsən, çəkinərsən, yaxınlaşmağa, həmişə sənə kömək eləməyə. Allah sənə köməyində olsun. Allah bax. Video qutardı, dayan, verim o 5 manatı. Ana 1 manatı, cırdır buradan səpərsən. Ay, bu qədər uşaq. Cırdır evdən. İndi bəzi vloqerlər. Sən bilən söz deyim, zarafasız bu arada. Yəni ehtiyacı olanlara əl tutub da video seçəndən sonra, indi video seçməsini başa düşdüm də, yaxşı, başım buraxdım da bir şey demirəm da video seçməyə. Bu həqiqətən video çıxandan sonra pul cer alanlar var ha. Biabırçılıqdır, sən öldürəm ya. Bilirsən də, burada malları ucuzdur amma keyfiyyətlidir. Paltarını burada cırıram, deyirsən ki, dünən buradan almışıq, cırıqlanıbdır. Bunları burada qoyuruq, yaxşı özümüzü qoyuruq iş verənliyə. Yaxşı. Bu nə maldır, mənim uşağıma vermişsiniz? Nə olsun burada paltar ucuzdur amma keyfiyyətlidir. Səni ötüzü verəcəm Avropa məhkəməsinə, uşağın paltarı defekt çıxıbdır. Mənə 100 minlik mal verməsəniz, buranı yandıracağım. Elə mamam, elə əlimə keçsə kimi cırcırıq oldu. Hə, düz deyir. Mənə 100 minlik mal verirsiniz. Yoxsa səni ötüzü verəcəm Avropa məhkəməsinə. Az, yekar batsan, bizdə 4-5 manatdan bahalı mal yoxdur az. Özün qaz artistiyə qoy, az, yığ apar, yığ. Hə, eləmi? Yığıqdır. Davay qatmıram. Sizə bir söz deyim, gülməli görsənsə də ancaq real həyatda həqiqətən də beləncə insanlar var. Çox real həyatda görməsəydin belə şeyləri, bəlkə də deməzdin də, Allah bilir. Amma həqiqətən real görmüşəm. Beləsi şübhən belə cındır insanlar var da həqiqətən də. Ata, mama, bir dənə aparat icad eləmişəm. Da ağzınız açıq qalacaq da. Gətir görək nədir o maman sağ qurbanı, hə? Aha, qoyun görək professor nə icad eləyib, hə? Dünyanı şoka salacaq bu saat. Ata, demək bu aparat yalanı ortaya çıxardan aparatdır. Sual vermirsən, kim yalan desə sıracı zız belə sətirib səs çıxardır. Səsə çıxardığında bil ki, həmin adam yalan danışır. İndi mənə bir dənə sual versən. Eləmi? Keçək ondaki suala. Deyə görüm, sigaret çəkirsən? Nə? Sigaret? Şu yoxu var yoxunu nərət mən sigaret çəkmirəm. Olur da, arada birinin ikisini çəkirəm. Bax, o nə sualdır ona verirsən? Utanır da, atassan. Az nətər, bu mənim oğlum deyil. Ay Tova, mən bilən atasısan. Ədi yaxşı qonşum. Mən bir şey başa düşmürəm ya. Əlin oğlan salatda başa düşürsən, yəni qadının dediyi sözü necə yalan çıxara bilər? Bax beynim yanlış. Ədi yaxşı qonşumuz bu qardan doğmuşam mən. Oha. Həm poxud oturan paramdan. Mənim evimə daxma gəlmişsən sən. Üstümə nə çıxırsan, nə çaqqar. Sən mənim atam deyirsən. Ay bu məni kimə doğmusan, kimə küçük. Ya qonşudan, heç olmasa uzaq bir yerdən eləyərdi. Yaxşı ana, mən getdim şəhərə. Ona da söylə. Əyninə geyindirə baxay, hər yerə çıxdım. Yerə döyənini deyiş, hə? Sən belə çölə çıxmaq istəyirdin, eləmi? Mən də səni qoydum, gedəsən. Nə hürürsən, səni vicdanın var. Get əynini dəyiş, u dobro, mən Samazvay etelini həyat yaşayıram. Əynimi dəyişim.
Az qoymuram səni çölə çıxmağa, qurtardı. Fikir verin, bu qoymur deyə mən çölə çıxmayacağam, təpəmə daşa. Belə çıx. Ay Akili. Qızın orası açıqdı, burası açıqdı. Mən heç arasında açıq görmürəm. Az mama görmürsən onu geyindi. Sən öyle təmiz ağın çıxartmışsan. Qoy atan axşam evə gəlsin. Biraz saqqalın çıxıb deyə özünü kimi prezident hesab eləmə ha. Dərmanla çıxartmışsan o saqqalı. Haydi. Özümdən balaca bazım olsaydı, bəlkə də bu şeyləri mən də yaşayardım. Prosto valla biz özümüz də kənd yerində böyümüşük. Yəni açıq-saçıq söhbət heç sıfır idi. Yəni elə bir söhbət ümumiyyətlə yox idi. Mən böyük balaca olmama baxmırdı yəni o söhbət. İyiyə bax ya buradan gələnə. Salam qardaş, pis başa düşmə. Evdə 5 dənə uşağım var, azdır. Oha lan, 5 dənə uşaq nə lan? Mənə çörək pulu verdi var insan. Nə qədər? 5 manat, 10 manat fərqi yox. Sən ol bu prankdır. Qoy çıxardım buna bir 50 manat verim. Videoda baxsına desinlər Azərbaycanı belə bir Bu arada sənə bir dənə söz deyim. Bu tipdə geyinən bir insan gəlib məndən pul istəsəydi, mən də prank olduğumu şaşardım. Ya kostyumdansa da qardaşım da 5 manat olmalı. biraz doğru var. Olsa pulu qaytarıb özümə verəcəyəm. Ay qadan qalın, bə biz nədən ötürü barıq? Bax istəyirəm düşün bu maşını verim ey sənə. Sizə mənim bu ürəyim qurban deyil, sənin qadan qalım. Ala bu 50 manatı əm oğlu, məni üzürü say. 50 manatı. Bax üstündə olan budur. Nə vaxt lazım olsa mən həmişə bax bu sizin kimi bu insanların qulluğundayam. Bəs nə qardaş, biz hər zaman xeyriyyə əməllər eləməliyik. Mənim bu xalqa, kasıb insanlara hər zaman canım qurbandır. Mənə kasmadan ötürü və biz də verməliyik də. Prank deyil desən. Ay qaqa! Bu prank deyil. Qıraqdan çəmbilir, güya insanlara kömək edirsən video. Yox qardaş. Axmağım bir axmaq verim, o görmə pulu. Pulu verim o. Sarsağım bir sarsağım. Ağıllar çıktı. Mən olsaydım mən də qəsədim. Nə qarsan, süpürgə ayağını vurdun. Tüpür süpürgə şərələsən. Niyə? Tüpür şərləyə gələrsən, tüpür 3 dəfə. 1, 2, 3. Ay sığı. Adam süpürgəyə ayağını əlin vurmaz. Şərlənəsən o saat. Yeri buradan, yer aralaş. Gedək gün bazarı gelir. Oy Allah, qara pişik. Bu sənin işçiz qalsın. Pişikləri buradan. Az ne fark var? Ağ oldu, qara oldu. Ayma pişik lan ha. Çili böylə dilləşmə. Qara pişik hava adamın qabağına çıxdı. Adam işin nəks gəlir. Qara pişik qabağına çıxdı, heç bir şey görmə. Ged evə, mən gedirəm evə. Çili doğdu. Anar deyə, babayın qəvri oradadır, qadan qalım. Odur baba, o geldi. Adam qəvri sandığa uzatmaz. Parmağını içdə qoy ayağının altına. İçdə parmağını qoy ayağının altına. Adam qəvri sandığa uzatmaz. Bu arada o dediklərim ümumiyyətlə hamısı heç bir şey. Ümumiyyətlə prosto bu qəbirstanlığa parmaq uzatmaq söhbəti qədər mənasız mən heç bir şey görməmişdim. Qəbirstanlığa parmaq uzatmaq olmaz nə demək? Allah. İşarət edir də, qardaş göstərir. Nə var ki orada? Ay günün də qızımı boşadılar, göndərdilər ayından bəri. İraq mənim qızımdan miniraq. Mama senin kızın o bəxt yazdırırsa, o bəxt yazdırırsa, güya kulağını çəkib, öpüş göndərində geri qayıdacaq, elə Çili, bunu biləndə nə qədər bədlik göz nəzər var, hamısı adamdan itif gedir. Çili, mən də sözcüləşdirmə ha. Allah, uşağım oğlundan deyir ha. Arada belə cici şeylər həqiqətən də neçə yaşlı insanlardır, yaşlı başlı insanlar da həqiqətən də belə şeylərə inanırlar, həqiqətən çox qəribədir ya. Bir də cep səs verir də beləncə insanlar. Onlar sevməm. Elə pis sıxmasan, onun orasından bəlli deyil ki, o kukladır. Anam yatanda mən. Az nədən patap salmışam bir yerdən sən şişat qalasan. Az nə çəm kilsən üstümə. Ben yatanda parmaklarım ucunda gəldirəm, sən dur versən deyə. Amma mən yatanda sən yemin etər dağılsın, sən nətər gəlsənsə, elə mən evdən tank yesin. Bum 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 bum. Mən səs eləyirəm siz yatanda. Əslində anam. Gəlmişik. Bir durub adama bir kömək eləmədi, əlaqmaq, dayak qoymaz. Hamısı bura qalacaqım. Çəkilib qaldı bura. Oy ay canım, ay canım. Oy ya bu telefon niye qaynayıb sarmaz verir? Bunun səsi niyə belə zəif gəlir? Yandırır, yandırır, elə yandırır. Az mama biraz yavaş yandırır sən. Bəli, reallıq. Oğlum o qolundakı nədir sənin? Saat dayata nə olacaq görmürsən? Qolundakı nədir oğlum? Əşi məzələnirsən görmürsən saatdır. Oğlum qolundakı nədir? Əşi ta it yumurtasıdır, it yumurtası görmürsən saatdır. Nə oldu lan? Niyə quruz mahnısı girdi birdən-birə? Ayata bu nə dəftərçədir belə? Bugün 3 yaşlı oğlumla birlikdə oturmuşdum. Qolumda bir saat var idi. Oğlum mənə tam 32 dəfə soruşdu. Ata, qolundakı nədir? Və mən ona 32 dəfə eyni cavabı verdim. Bu bir saatdır oğlum. Hər dəfə sual verəndə mən onu qucaqladım. Təkrar. Heç əsəbləşmədim. Mənim balaca, gözəl oğlum.
Yekə kişisən, mənə nağıl danışırsan, məni 1 yaşından atıb, getmirsən sən universitetə, qonşumuz xaladan qıçası Vaqif dayı, ata deyib dalımıza düşmüşdüm. İndi 20 ildən sonra gəlib çıxmısan, mənə burada nağıl danışırsan ki, 3 yaşında oğlumu bellədim, hellədim. Video az qalsın pis olacaqdı, məsələn bilmirəm. Bunu daha belən çıxınca dedim, həqiqətən dramatik bir şəkildə çəkmək olar ya. Bəlkə yoxlayım. Nəysə, sonra bir şeylər. Demək ki, Riyataşı mağazinlə içəri girən kimi görəsən, bir qoyuna oxşayan qız durub içəridə. Demək ya, oradan oğurluq eləyirik. Gördüm mən oğurluq eləyəmirəm, cibimdə bir dənə oğurluq telefon var. Onu soxuruq, ataşa çıxırıq, yaxşımı? Qızın başını qatıra içəridə. Qız mənlikdir. Xoş gəlmişsən abi, təzə telefonlarımız gəlib, buyur, gəl bax. Qızım, oğlum deyib bana telefonları göstər baxsın, sən alacam oğluma. Bunlar neçədir məsələn? Baxın, Qızındır. Hə. Bunlara endirim eləyəsən də hardasa eləmi? Bəli, eləyəcəm. İndi yuxarıdakı eyni qiymətdə, yuxarıdakı aşağı. Bunlardan fərqli. Oha lan. iPhone-lar yığırız. Mənim qarnım ağrıdı, qadan qalınlığı niyə elədi? İspirtli işçinin təsiri altında olmuşam, ona görə oğurluq eləmişəm. Həm də ataşdan zehrəm gedirdi. Dedim elə girim onun mağazasından oğurluq eləyim. Mənim qızıma sataşmış. Sizin qızınız yoxdur axı. İndi də İspirtli işçinin təsiri altında. Oyunçuluq çox zəifdir, belə soruşmaq olmasa daha çoxuna baxmayacağam. Nə bilim valla. Yəni Hüseyn Əzizoğlu ilə cənab Ülvini ümumiyyətlə eyni fikirləşirdi, yəni başa düşürsüz. Amma ki, nə bilim, videolar çox da xoşuma gəlmədi. Bu çox da bəyənmədim bu arada. Yəni açıq danışmaq lazımdır. Yəni sırf videosunu çəkirəm deyə, yəni yalandan tərəfləməmək lazımdır. Mənim yumor səviyyəmə uyğun bir videolar deyil, nə bilim, yəni izləyəni vardır, bir şey demirəm. Prosta nə bilim, o deyil mənim fikrimdə. Nəysə, əgər başqa tip videolarında və yaxud da ki, daha maraqlı videolar varsa əgər, onları mən Instagram adresinə ata bilərsiniz. Burada gördüyünüz Instagram adresinə ata bilərsiniz. Onlara baxaq, gələcək səfər deyirəm və bu videonu burada sonlandıram. Gələcək videoda görüşmək üzrə.